Paytaxt Tbilisidə yerləşən Şota Rustaveli adına Milli Teatrda Azərbaycanın görkəmli şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyə Axundzadənin taleyinə həsr olunmuş Şükriyə tamaşası nümayiş etdirilib. Deyəsən, odun gətirməyə getdi. Tamaşa yazıcı Cavid Zeynallının eyni adlı əsəri əsasında hazırlanıb. Əsərdə repressiya qurbanı olmuş Şükriyə Axundzadənin sürgün həyatı ilə yanaşı, Gürcüstan və digər ölkələrdən deportasiya edilmiş qadınların faciəvi taleləri də əks olunub. Yox, sən qalma. Rahat otur. Sənin əvəzinə mən gedəcəm. Nədir? Bəlkə buradakilərdən artıqsa? Hə? Yalvarırım, səs çıxartmayın. Səs çıxartmayın. Mən tez gələcəm. Mən tez gələcəm şu ağla, tamam. Tez gələcəm. Tapacam onu, tapıb gələcəm. Mən tez gələcəm. Hakkıyla yaşadık olduğumuz bir yaşandı. Asla belədir. Benim oğlum dünyaya geldi. İlahi, ne güzel bir gündü bu. Bu beni Allah'ın, ilahinin lütfudur. Səhnə əsərində əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rızayeva, xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur, həmçinin bir sıra gənc aktyorlar da çıxış ediblər. Çox şadıq ki, bugün Gürcü həm yerlərimizlə, Azərbaycanlılarla burada görüşürük. Eyni zamanda Gürcüstanın teatr ictimaiyyəti bugün tamaşada iştirak edir və Şükriyə tamaşasının seçilməsi də təsadüfi deyil. Çünki Əhməd Cavadın həyat yoldaşı olan Şükriyə xanım Batumda doğulub, əslən Acardır və tamaşa onun deməli Gürcüstanda 8 il çəkdiyi əzablı sürgün həyatını özündə əks etdirir. Bugün tarixi bir gün yaşayırıq. Akademik Milli Dram Teatrı, Azərbaycanın teatrı, Gürcüstanın qədim böyük teatrı olan Rustaveli Teatrında Cavad Zeynalının Şükriyə tamaşası. Şükriyə kimdir? Şükriyə Türk dünyasının böyük bir şairi, Azərbaycanlı Əhməd Cavaddır. Əhməd Cavadın o ailəsidir, yəni həyat yoldaşıdır. O vaxtilə Azəristanda çox böyük nüfuzlu şəxsiyyət olan Süleyman bəyin qızıdır. Mən Şükriyənin atası Süleyman bəyin obrazını canlandıracağım səhnədə. Azərbaycan və Gürcüstan teatrının tarixi çox qədimdir. Məsələn, bu 19-cu əsrin axırlarında başlayıb. Hüseyn Ərəblinski burada tamaşalar hazırlayıb. Burada Cəlil Məmmədquluzadə, burada Vazeh, burada Mirzə Fətəli Axundov böyük fəaliyyət göstəriblər. Artıq təəssüratları bugünkü tamaşa ilə bağlı, Şükriyə tamaşası ilə bağlı təəssüratları məncə siz deməlisiniz. Çünki biz səhnədə idik, biz ifa edirdik, amma siz də canlı-canlı bizi izləyirdiniz. Çox sevindirici hal idi, çox sevindim. Tamaşaçı çox idi hədsiz dərəcədə.
Zal doluydu başdan ayağa. Bu bizi sevindirdi. Yəni bir gün içində, 2 gün içində və eyni zamanda gənclərin, yəni Azərbaycanda da olduğu kimi gənclərin teatra qədəm qoymaqları, ayaq açmaqları əvvəllər biraz yaşlı pokoleniya gəlirdi də elə bil ki tamaşalara. Amma indi isə çox axın zala da baxanda gördük ki, çox gənclər var. Bu bizi doğrudan da sevindirdi. Demək incəsənət ölmür, hələ də davam eləyir və davam eləyəcək də. Tamaşa Rustaveli Teatrında çox böyük tarixi olan bir teatrda baş tutur və düşünürəm ki, bu mədəni əlaqələr bundan sonra da daha ciddi şəkildə davam eləyəcək. Buna hər iki tərəfin ehtiyacı var. Qonşu ölkə bizə mədəni inkişaf edən Qafqaz evi qurmaq vacibdir və bu tamaşada repressiya illərində hər iki tərəfdən xalqların başına gələn müsibətlərdən söhbət gedir və əsərin qəhrəmanı Şükriyə bilirsiniz ki, Acar qızı Süleyman bəyin qızıdır, Süleyman Bejanidzenin qızıdır. Mən də orada deməli NKVD işçisini oynayıram. Yəni ilk növbədə cəllad bir obraz və tamaşaçılara onu göstərmək istəyirik ki, heç bir cəllad xoşbəxt ola bilmir. Cəlladların da öz faciəsi var. Amma bu cəlladlar nə vaxtsa başqalarını mühakimə elədikləri kimi ya ədalət onları mühakimə eləyir, ya onlar özlərini mühakimə eləyirlər. Burada mənim oynadığım obraz özünü mühakimə eləyən bir cəlladdır. Tədbir çərçivəsində Şota Rustaveli adına Akademik Milli Teatrın foyesində Azərbaycan teatr sənətinin tarixinə həsr olunmuş fotosərgi də nümayiş etdirilib. Sərgidə Azərbaycan teatrının inkişaf mərhələlərini əks etdirən nadir arxiv fotolar da təqdim olunub. Qeyd edək ki, quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov olan tamaşa Azərbaycan Mədəniyyət Nazirliyi, Gürcüstan Mədəniyyət Nazirliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.